Salam dəyərli dostlar, xoş gördük sizləri. Sizlərə bu günləri apartman tipli 4 mərtəbə 10 otaqlı, 3 mətbəxi, hamam tualet, dəmdəstgah sizlərə ev təqdim eləyəcəm. Dəyərli dostlar, səhifəni bəyənib like etməyi unutmayın. Hər gün səhifədə, hər büdcəyə də uyğun yeni evlərimiz çıxır və paylaşılır. Maşallah olsun, apartman 4 mərtəbəli, 10 otaqdan ibarət sizlərə 6 sot torpaq sahəsinin üzərində mülk təqdim edirəm. Şəxsi özünə tikilmiş mülkdür. Fundament beton karkas, hər mərtəbənin arasında monolit betondur. Ev sahibi bildirdi ki, fundamentə drenaj qoymuşuq. Su zat yığılmasın da, dəyərli dostlarımız. Həyətyanı sahədir, mərkəzi giriş darvazasıdır. Darvazanın üzəri paket şiferlə, kepqa ilə şiferlənib hazır vəziyyətdə. Gül çiçək əkmək üçün həyətyanı sahənin divar sahələrində yer ayrılıb. Dəyərli dostlarımız, əlavə bostan sahəsi var. Evin 4 bir tərəfinə keçid etmək mümkündür. Həyətyanı sahədə də avtomobil saxlamaq mümkündür və qaraja da avtomobil daxil etmək olur. Punktla idarə olunur. Buradan evin arxa tərəfinə, sağ, sol, hər bir tərəfə keçid etmək mümkündür. Varovski məhəlləsidir bura. Xırdalanın Varovski məhəlləsi. Qiyməti də evin içində deyəcəm, ev sahibi bilməsin, endirim eləmişik. Əla bir qiymətdir. Gəl başlayaq bostan sahəsi ilə də tanış olaq. Söhbətgahı var, yay üçün mətbəx sahəsi, bulağı ağlay daşlarla örtülüb, balyanslarına kimi vurulub, meyvə ağaçları, hər cür meyvə ağacı var. Bayaqdan darışmışıq, neçədən xurma yemişik orada. Halallığını da almışıq, maşallah olsun, ağsaqqal adam idi, halallığını da verdi. Bulaq, əsl villadır da bura. Bulaq, manqalxanası, yığdın qab qaşığı zadı, tokmok, əl yuma yeri, krantı var buradan. Normalını gəlir, indi açmayayım, qırılar, su yoxdur yəqin ki, bağlayıblar ovşadan. Həyət üçün hamam tualet, dəyərli dostlarımız, ideal bir yerdədir. Əl damlısına kimi də var. Burada yerləşir əl damı, geniş bir şəkildə evin böyür tərəfini zəhmət olmasa göstər, dəyərli qardaşım. Şimdi ben. Allah sizi var eləsin. Bostan sahəsidir. Həyətdə Nerjavika su çəninə kimi var. Artıq Nerjavika su çənidir. Bunu bilənlər bilir ki, nə deməkdir? Nerjavika neçə tonluq su çənidir. Maşallah olsun. 4 mərtəbədir, 4 mərtəbə apartmana oxşuyur, 10 otaqdan ibarətdir. Gəl dəyərli qardaşım, keçək evin içi ilə də tanış olaq. Görək buralardan keçə biləcəyik. Maşallah olsun, o qədər meyvə ağacı var ki, buradan ikinci mərtəbəyə keçid etməyə xodu da var. 5 dənə də balkon sahəsi var, 5 ədəd balkon sahəsi var. O qapı bağlanıb, haçarı yaddan çıxıb hardasa qalıb. Bu da əl damıdır, pilləkənin altında. Kladovka sahəsidir, 1-ci mərtəbədir. Demək, girişdən sağda yerləşir yataq otağı, solda yerləşir qaraj sahəsi. Avtomobili burada daxil etmək mümkündür. Hər mərtəbənin arası monolit betondur. Ev sahibi bildirdi ki, 500 ədəd lampa var. Yəni, bu lampaların, spot lampaları almışam. Kim qismət olsa, ev satılsa, üstündə pay verəcək. Satılmasa, üstünə vuracaq. Gəl. Burada bir yataq otağıdır. Bir dənə təmirsiz olan yer 1-ci mərtəbədir. Sonra, bura letni mətbəx, bütün avtomat şitlər burada yerləşdirilib. Sanitar qovşaq remontsuzdur. Kombi otağıdır. Bütün avadanlıqlar, katelnidir. Mən deyərdim ki, katelni burada yığılıb, hazır vəziyyətdədir. Haradasa 60 litrlik kombidir. 2-ci mərtəbəyə qalxan pilləkənlər, pilləkənlərin altında kladovka sahəsi, sensor işıqlardır, hər mərtəbənin pilləkənləri çıxışında. Fıstıq ağacından boy 4-cü mərtəbəyə kimi yığılma pilləkən sahəsidir. Hər bir pilləkənin başında, mərtəbələr çıxışında istilik sistemi quraşdırılıb hazır vəziyyətdə. Dəyərli dostlarımız 2-ci mərtəbənin dəhliz sahəsindəyik. Pilləkənlərdən qalxanda yerləşir sanitar qovşaq, ayrı-ayrılıqdadır. İşıqlar qoşulmayıb, qaranlıq düşər. İstiponla təchiz olunub və ən önəmlisi isə burada detisk otaq kimi yaradılıb. Yəni 2-ci mərtəbədə, 3-də, 4-də də. Ev sahibi bildirdi ki, yəni istəyən alan şəxs istəsə buradan lift də qoya bilər. Lift üçün çıxış. Bir yataq otağı, 2-ci yataq otağı, 2-ci mərtəbədəyik. Böyük bir dəhliz sahəsi, polu, taxtadır, monolit betonla üzlənilib, pəncərələrin qarşısını. Heç bir maniyə tutmur. İstilik sistemi də kombidir, qazı, suyu, işığı, sağaçlarına kimi çəkilib hazır vəziyyətdə, tam yaşayışdır, köç yaşadır. Sil, süpür, köç yaşa. Geniş bir şəkildə mətbəx sahəsi,
mətbəx mebelinin yerləri, aksesuarların xətlərinə kimi quraşdırılıb hazır vəziyyətdə. Buradan videonun əvvəlində qeyd etdiyim kimi ikinci mərtəbəyə keçid etmək mümkündür. Ayrı-ayrılıqda, yəni çıxış etmək mümkündür. Çöldən də çıxış var, içərdən də. Qalxalım, 3-cü mərtəbə ilə də sizləri tanış edeyim. Maşallah olsun, alçıban işləmələr spot lampalarına kimi quraşdırılıb. Öndən buyurun, zəhmət olmasa. Dipçək, gülçək, nə bilim, nə istəyirsiniz, yığa bilərsiniz, gizli işıqlarla işlənilib bu arkalar, gizli işıqlarla. Qeyd etdiyim kimi, hər bir pilləkəni qalxdıqca, pilləkənlərin önündə istilik sistemi, radiatoru qoyulub hazır vəziyyətdədir. Birinci mərtəbədən 4-cü mərtəbəyə kimi pilləkənlər fıstıq ağacından yığılıb. Və hər mərtəbənin çıxışında sağda yerləşir sanitar qovşaq, böyük kvadratlara malik sanitar qovşağı var. İkinci mərtəbədə qeyd etdiyim kimi buranı da uşaq yataq otağı, namaz otağı etmək mümkündür. Lift də qoya bilərsiniz bu əraziyə. Yataq otaqlarından biridir. Silik sistemi kombidir. Hər mərtəbədə çəkilib hazır vəziyyətdə. İkinci yataq otağı. Üçüncü yataq otağı. Bütün pəncərələrin qarşısı tamamilə açıqdır və dəmir barmaqlıqlarla örtülüb hazır vəziyyətdədir. Gəl zəhmət olmasa qısaca bir dənə buranı da göstərək. 1 eyvan sahəsi, 2 eyvan sahəsi, 3 eyvan sahəsi. 3-cü mərtəbədə 3 ədəd eyvan sahəsi var. 4-cü mərtəbədə isə ofşur birbaşa, yəni belə deyim, mansardan birbaşa çıxış var. Buradan da yataq otağından da keçid etmək mümkündür. Twistintin yerlərinə kimi və ayrı-ayrılıqda gizli işıqlar, spot lampalar hamısı yığılıb hazır vəziyyətdə. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Qiymət də 430 min manatdır. Tam paket kupçadır. Evdə torpaqdır. Alqı-satqı et, köç yaşa. Keçək 4-cü mərtəbəyə zəhmət olmasa. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədə nömrə var. Nömrə ilə əlaqə saxlaya bilərsiniz. İstənilən yerdə, Bakı şəhərində. Fərqi yoxdur. Hansı bir yerindən istəsəz mülkünüzü satmaq istəyirsinizsə, qeyd edin, zəng edin, gələk sataq. Maşallah olsun, 100-110 kvadratlıq 4-cü mərtəbənin mansarındayıq. 3, 5, 6 dənə pəncərə sahəsi eyvana keçid etməyə. Xodu istilik sistemi, radiatoru bağlanılıb. Sağda yerləşir mansar üçün mətbəx sahəsi və burada ən çox xoşuma gələn isə can rahatçılığı üçün, uşaqların və yaxud da ki, böyüklərin əylənməyi üçün kolonka sisteminin quraşdırılmasıdır, dəyərli dostlarımız. Çox gözəl dizayn edilib də. Musiqi kolonka sistemi dizayn edilib, yığılıb əla bir vəziyyətdə. Və dəyərli izləyicilərimiz, ofşu ümumi sahə apşifqa taxtalarla işlənilib. Eyvana da keçid etmək mümkündür. 6 sot torpaq sahəsinin içərisində 4 mərtəbə, 10 otaq, 430 min manata. Sağ olun, sağlıqla qalın.